xəstələnmisən, üzü ağ çıxsın imtihandan deyir xoşalığa. Üzü ağ da, şikayət eləməsin. Hətta oxudum hədis. Bir insan bir gecə qızdırma ilə yata, indi xəstəlik yüz verib. Allah deyir ona bir illik ibadətin savabını yazar. 2 gecə olsa nə olar? 30 illik ibadətin savabı yazılar. 3 gecə olsa nə olar? Allah deyir mən də 70 ilin ibadətini yazaram savabını sənə. Və deyir bəndə nəfəsün təsbih olar, zikr edirsən. O nalə ki var, ağrıysan axı. O nalın mənim qatımda la ilahə illallahdır. O canın ki ağlayır, ibadət eləyə bilmirsən, ağramasaydı ibadət eləyəcəydin, o ibadətlərin savabını sənə yazıram. Amma birdən şikayət edirsən, bunların hamısı getdi əlindən. Hamısı getdi. Şikayət necə ola bilər? İnsan bir dənə qayda deyək ki, bu Allah elə həmişə yaxşılara bəla göndərir ki, bir dənə bu şikayət 70 ilin hamısı getdi. Onsuz da mən xəstələnmişəm, düzdür? Dözsəydim nə olacaqdı ki, verirdi də mənə. Biraz dözdü, hə? Qutarır da bu, onsuz da qutarmalıdır. Deyik, qutaran kimi Allah deyir, üzü ağ çıxdın, əcrin mükafatın başın üstündədir.